edilən ən tanınmış universitetlərdən biri olan Vilnius Universiteti haqqında necə müraciət edilir, bu barədə danışacağam. Gəlin keçək Vilnius Universitetinin saytına. Daxil olduğunuz zaman sizdə buradan magistr, bakalavr yoxsa doktorantura təhsil pilləsi üzrə maraqlandığınız soruşur. Əgər sizdə iş təcrübəniz varsa, burada insert new bloka basaraq yaza bilərsiniz. Məsələn, hansı şirkətdə işləmisiniz, hansı sektordur, pozisyonunuz nədir, nə vaxtdan nə vaxta qədər işləmisiniz, bunları da qeyd edirsiniz. Motivasiya məktubunda nələrdən danışmalısınız? Burada da qeyd olunub ki, niyə bu proqramı seçmisiniz, bu proqramdan gözləntiniz nədir? Ümid edirəm ki, bu video sizin üçün çox faydalı oldu. Yaxın zamanlarda inşallah təqaüd prosesinə də necə müraciət olunur və s. bu haqqda da yeni bir video çəkəcəm. Əgər bu video sizin üçün faydalı oldusa, kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək.